Suxurlarla bağlı testimiz var. Suxurlar bilirik ki 3 yerə bölünür: maqmatik, çökmə və metamorfik. Cədvəl verilir və bizdən cədvəldə doğru olanı istəyir. Çevrilmələrdən danışılır. Metamorfik suxurlardan qum daşı bəli kvarsitə çevrilir və çökmə suxurdur. Gil bəli gilli şistə çevrilir, amma gil maqmatik deyil. Ona görə də 2 cavabı səhvdir. Qranit qneysə çevrilir və maqmatikdir, düzdür. Daş kömür qrafitə çevrilir, amma daş kömür maqmatik deyil. Bir də daş kömür almaza çevrilir, qrafitdə almaza çevrilir. Yəni daş kömür dolayısıyla almaza çevrilir deyə bilərik. Sadəcə olaraq daş kömür maqmatik olmadığına görə 4 cavabımız səhvdir. Əhəng daşı mərmərə çevrilir və çökmə suxurdur, doğrudur. Bazalt maqmatikdir, olar, amma pemzaya çevrilmir. Bu səbəbdən 6 cavabı da səhvdir. Doğru cavabımız oldu 1, 3, 5, B variantı.